Hamınızı salamlayıram. Tomosintez müasir, rəqəmsal, 3D görüntülü mammografiya müayinəsidir. Sadə mammografiyadan fərqli olaraq tomosintez müayinəsində 1 mm-dən 1 kəsiklərlə onlarla yüksək keyfiyyətli mammografiya görüntüsü əldə etmək mümkündür. Dünya standartlarında 40+ xanımlarda mammografiya əsas müayinə metodu hesab olunur. Mammografiyanın tarixinə nəzər salsaq, analoq mammografiya, rəqəmsal və tomosintezədək inkişaf yolunu görmüş olarıq. Bu inkişaf yolunda tomosintez ən son pik nöqtəsi hesab oluna bilər. Tomosintez müayinəsini icra etmək üçün hospitalımızda 21-ci əsrin tələblərinə cavab verən Fujifilm yüksək Yapon keyfiyyətli cihazımız mövcuddur. Bəs bu cihazın texniki üstünlükləri nələrdir? İlk növbədə kiçik piksel ölçülü detektorla təchiz olunmuşdur. Bu, kiçik ölçülü düyünlərin aşkarlanmasında bizə üstünlük verir. Öz təcrübəmə istinadla deyə bilərəm ki, xərçəng xəstəliyinin erkən aşkarlanmasında bu əvəz olunmazdır. İkinci üstünlüyü isə bir çəkilişə həm 2D mammografiya, həm də 3D mammografiya görüntüsü əldə etmək mümkündür. Üçüncü üstünlüyü, tomosintez müayinəsində qat-qat görüntü aldığımız üçün çox kəskin kompressiya ehtiyac qalmır və bu da komfortlu müayinə deməkdir. Universal Hospitalda mammoloji poliklinikada peşəkar həkim komandamızla fəaliyyət göstərməkdəyik. Sağlamlığınızı bizə etibar edə bilərsiniz. Çağırışım 40+ xanımlaradır. Profilaktik müayinələrdən yayınmayın. Erkən hamınızı salamlayıram. Tomosintez müasir, rəqəmsal, 3D görüntülü mammografiya müayinəsidir. Sadə mammografiyadan fərqli olaraq tomosintez